Davam edək. 37-dən sonra gələn ilk iki ardıcıl tək ədədin cəmini. 37-dən sonra gələn ilk iki ardıcıl tək ədəd, yəni 38 yox, 39, 40 yox, 41 cəmini. Bunların cəmini tapırıq uşaqlar. 10, 70, 80. Cəmini 10-a bölsək. 80-da bölürəm 10-a. Bərabərdir 8. Neçə təbii ki 8. Sonra növbət tapşırığa baxırıq. 9 vur 5 ifadədir. Ödəyən ən böyük ədədlər. İndi baxaq. Bu tərəf 45 eləyir. İndi müqayisəyə baxırıq. Bu tərəf kiçik olmalıdır. Düzdürmü? 45-dən kiçik. Yəni bu tərəfin cavabı 45-dən kiçik istənilən də alına bilər. İndi ödəyən ən böyük ədədlər. Ən böyük deyirsə, mən bu misalın cavabını mümkün ən böyük ədəd götürürəm. Mümkün ən böyük ədəd buranın cavabı 44 eləyə bilər. 44 olmağı üçün də neçənin üstünə 28 gəlsək 44 eləyər. 44-dən çıxırıq 28-i. 14-dən 8 çıxanda 6, 3-dən 2 çıxanda 1. 16. Ödəyən ən böyük ədədlər, yəni 16 ilə 342-nin cəmi 16 üstə gəlinsin 340. Ay, səhv yazdım altından. Bir də düz yazaq altından. Yerləşmədi. 342, 8, 5, 3. 358. Diqqətlə baxın. Davam edək. Hansı müqayisə doğrudur? Sonuncu sualdır. 6-ın 7-yə vurduq 42. 7-nin 3-ə vurduq 21. 4'ü vurduq 3'ə 12. Bu tərəfdə 18. Doğrunu axtarıq. Təbii ki 42 21-dən böyükdür. 12 18-dən böyük deyil. 16 30. Təbii ki 16 30-dan böyük ola bilməz. 45 32. Burada da 45 32-dən kiçik deyil. Cavab A variantı.